Bismillah, elhamdülillah, vahdehu ve salatu ve selamu ala men nəbiyyə bə'də. Dəyərli müsəlmanlar, istəyirəm ki, bir xatırlatma edim. Ola bilsin ki, bu xatırlatma hər biri üçün faydalı olsun. Və xatırlatma etmək istədiyim mövzu bir müsəlman biçinin ailəsinə qarşı olan münasibəti barəsində olacaqdır. Çünki bəzi müsəlmanlar öz ailəsinə qarşı sərt olur, mülayim olmur, qaşlı qabaqlı olur. Necə ki, İbn Hüseymin rahimehullah buyurmuşdur ki, bəzi insanlar digər insanlara qarşı böyük əxlaq nümayiş etdirir. Lakin ailəsinə gəldikdə isə bu cürünə böyük əxlaq nümayiş etdirmir. Doğrudan da belədir. Görürsən ki, bir müsəlman öz qardaşlarına qarşı, dostlarına qarşı gözəl münasibət bəsləyir, güləriz olur, səmimi olur və hətta kafelərdə və restoranlarda hesab ödəyir. Lakin ailəsinə gəldikdə isə onlara qarşı sərt, kobud, qaşqabaqlı və həmçinin ailəsinə qarşı xəsis olur. Bu da Allah Rasulü sallallahu aleyhi və səlləmin parlaq və gecəsi gündüz kimi olan sünnəsinə qarşı ziddir. Çünki Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, xayrukum li əhlihi və ənə xayrukum li əhli. Buyurur ki, sizin ən xeyriniz olanı ailəsinə qarşı ən xeyirli olanıdır. Və mən də sizin içərinizdə ailəsinə qarşı ən xeyirli olanıyam. Bu hədis onu göstərir ki, müsəlman öz ailəsinə qarşı gözəl münasibət bəsləməlidir, sözlərini gözəlləşdirməlidir, danışığını gözəlləşdirməlidir. Və həmçinin də uca Allah öz kitabında buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ buyurur ki, qadınlara qarşı gözəl raftar edin. Qadınlara qarşı gözəl raftar edin. İbn Kəsir rahimehullah bu ayənin təfsirində buyurmuşdur ki, yəni tayyibu aqvalakum lahunna. Onlara qarşı sözlərinizi, danışmanızı gözəlləşdirin. Və həssinu əf'alakum və heyhatukum bihəsbi qudratukum kəmə tuhibbu zəlikə minhə fəf'al əntə bihə misləh. Buyurur ki, feillərinizi, əməllərinizi gözəlləşdirin. Yəni, gücünüz çatdığı qədər onlara qarşı əməllərinizi gözəlləşdirin və görkəminizi gözəlləşdirin. Necə ki, sən bunu ondan istəyirsən, eləcə də sən də ona qarşı bu cürünə et. İnsan ailəsinə qarşı, həyat yoldaşına qarşı sözlərini, feillərini gözəlləşdirməlidir. Hətta öz görkəmini də gözəlləşdirməlidir. Necə ki, İbn Abbas radiyallahu anhuma buyurur ki, həyat yoldaşımın mənə bəzəndiyi kimi mən də ona qarşı bəzənməyi sevirəm. Həmçinin müsəlman kişi ailəsinə qarşı cömərd olmalıdır, xərcləməlidir və bilməlidir ki, insanın ailəsinə xərcləməsi Allaha yaxınlaşdıran ən fəzilətli əməldir və mükafat baxımından ən böyük fəzilətli əməldir. Bəli, səhv eşitmədiniz. İnsanın ailəsinə xərcləməsi əməllər içərisində mükafat baxımından ən əzəmətlisidir və bu barədə Allah Rasulü sallallahu aleyhi ve sellem bu lətafətli dilindən çıxmış hədisə diqqətlə dinləyin. Buyurmuşdur ki, sallallahu aleyhi ve sellem, dinarun ənfəqtəhu fi səbilillahi. Allah yolunda xərclədiyin dinar və ənfəqtəhu fi rəqabəh. Qul azad etmək üçün xərclədiyin dinar və dinarun təsaddaqta bihi alə miskin. Kasıba sədəqə verdiyin dinar və dinarun ənfəqtəhu alə əhlik. Buyurur ki, ailənə xərclədiyin dinar və neçə qismi bölündü? Allah yolunda xərclənən dinar, qul azad etmək üçün xərclənən dinar, kasıba sədqə verilən dinar və ailənə xərclədiyin dinar. Sonra Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, ə'zamuhə əcran əlləzi ənfəqtəhu alə əhlik. Bunların içərisində mükafat baxımından ən əzəmətlisi, ən böyük ailənə xərclədiyindir. Subhanallah, fəzilətə baxın. Və bu cür əməllər içərisində insanın ən böyük fəzilətli əməli ailəsinə xərcləməsidir. Yəni Allah yolunda xərcləmək, sədaqə, yəni kasıblara sədaqə vermək yox, insanın ailəsinə xərclənməsidir. Ona görə İbn Hüseymin rahimehullah buyurur ki, insan kasıba sədaqə verəndə Allaha daha da yaxınlaşdığını hiss edir. Lakin insan ailəsinə xərclədikdə Allaha yaxınlaşmasını hiss etmir. Halbuki
fəzilət baxımından, mükafat baxımından bu ən fəzilətli olanıdır. Yəni mükafat baxımından ən əzəmətlisi olandır. Amma bu hədis onu göstərmir ki, insan yəni Allah yolunda xərcləməməlidir, kasıba sədəqə verməməlidir, yalnız ailəsinə xərcləməlidir. Bu onu göstərmir. Yəni bu yalnız onu göstərir ki, insan buradakı qəsd olunan ailəsinə zəruri olan şeylərdir, vacib olan şeylərdir alması. Yeməkdir, içməkdir. Yəni insan ailəsini israf etmək, səfərlərdə gəzmək, Allah yolunda xərcləməmək və bu hədisi gətirmək ki, ailəyə xərcləmək fəzilətlidir, bu onu dəlalət etmir. Yəni insan ailəsinə vacib olan şeyləri, ehtiyacları ödədikdə bu əməl digər əməllərdən daha fəzilətli olur və ona görə də şəriət bizi təşviq edib ki, həmçinin Allah yolunda da xərcləyək və malımızın artıq qalanlarını kasıblara sədəqə verək. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, İzə a'tallahu əhədəkum xayra fəliyəbdə bi nəfsihi və əhli beytihi. Buyurur ki, əgər Allah sənə bir xeyir verərsə, birinci özündən başla, sonra ailənə xərclə. Və bu hədis də onu göstərir ki, insan ailəsinə xərcləməlidir. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, İzə ənfəqəl muslimu nəfəqətən alə əhlihi və huvə yəhdəsubuhə kənət ləhu sadaqə. Buyurur ki, müsəlman əgər ailəsinə bir nəfəqə xərcləyərsə və bunu da Allahdan, yəni savabını Allahdan ümid edərsə və onun xərclədiyi onun üçün sədəqə olar. Subhanallah. Bu da necə fəzilətli bir əməl olduğunu bir daha göstəricidir. Və insan ailəsinə xərclədikdə həmçinin də şərtdir ki, insan bunu Allahdan savabını ümid etsin. Və insan dükana girərsə və dükandan ailəsinə nəsə alarsa, çörək alarsa və yaxud da hansısa digər zaruri şeylər alarsa və bunu da həmin yerdə savabını Allahdan ümid edərsə, bu onun üçün sədəqə olar. Və burada insan niyyət etməlidir və niyyətini təzələməlidir və savabı Allahdan ümid etməlidir. Çünki əməllər niyyətə görədir. Və həmçinin də müsəlman ki, ailəsinin dini baxımdan, dini elmlər baxımdan da məsuliyyət daşıyır. Bəzən görürük ki, müsəlmanlar deyir ki, ailəm zəifdir, oğlum yaxşı namaz qılmır, həyat yoldaşım yaxşı Quran oxumur. Bunlar hamısı həmçinin sənə qayıdır və sənin bu şeylər məsuliyyətindədir və Allah subhanahu ta'ala səndən sorumludur, yəni səndən soruşacaqdır bu barədə. Və insan bu şeylərdə sənətkarlıq etməməlidir. Ailəsini dini elmlərə yönətməlidir, təşviq etməlidir və bir ailəsini yığıb hədis oxumalıdır. Onlarla övladlarını məscidə aparmalıdır və insan ailəsini dini elmlərə yönətməlidir. Çünki sən bu şeylərdən məsulsan. Nədir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Kullukum ra'in və kullukum məs'ulun an ra'iyyətihi. Buyurur ki, hamınız başçısınız və hər biriniz də öz himayəsində olan kəslərdən məsuliyyət daşıyır. Və bu hədis onu göstərir ki, insan öz himayəsində olan, həmçinin də ailəsində olan insanlara görə məsuliyyət daşıyır. Və buna görə insan səhnəkarlıq etməməlidir. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnəllâhə səyulun kullə ra'in əmməstəra'uhu həfizə əm daya'a həttə yəs'ələr rəculə ən əhli beytihi. Buyurur ki, həqiqətən də Allah hər bir başçıdan himayəsində olan kəslərə görə o barədə sorğu-sual edəcəkdir. Onları zayıf mı etdi, yoxsa onları qorudu mu? Hətta müsəlman kişinin ailəsi barəsində də soruşacaqdır. Və bu hədis də insana bir təhdiddir. Ona görə də insan ailəsinə qarşı laqeyd davranmamalıdır. Onları dini elmlərə yönətməlidir, şəri elmlərə yönətməlidir. Həmçinin onların zəruri xərclərini ödəməlidir, ehtiyaclarını ödəməlidir. Onlara gözəl davranmalıdır, gözəl şəkildə müasibət etməlidir, onları güləriz olmalıdır və onları ən sevimli insana çevirməlidir. Və İmam Malik rahimehullah buyurmuşdur ki, Yənbəği lirəcəli ən yuhsinə ilə əhli dərihi həttə yəkuna əhəbbən nəs iləyhim. İmam Malik rahimehullah buyurur ki, müsəlman kişiyə vacibdir ki, ailəsinə qarşı
gözəl davransın, yaxşılıq etsin. Hətta insanlar içərisində, ailəsində ən sevimli insana çevirsin. Bəli, və sən öz ailəndə ən sevimli insana çevirməlisən. Yaxşılıq etməklə, gözəl münasibətlə, yəni güləriz olmaqla. Ona görə də bu məsələlərdə dəyərli müsəlmanlar laqeyd yanaşma. Çünki sən Allah qatında bu şeylərdən məsulsan. Və istədim ki, bu xatırlatmanı sizə edim. Ola bilər ki, hər bir üçün faydalı olsun. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.